Quliyeva İradə 2021-ci ildən Parkinson xəstəliyindən əziyyət çəkirəm. Bir iki neçə həkimlərə müraciət elədim. Onlar mənə Parkinson əleyhinə dərmanlar yazdılar və başqa heç bir dərman yazılmadı. Və o dərmanları gündə 3 dəfə olaraq istifadə eləməyə başladım və o dərmanlardan asılı bir vəziyyətə gəldim. Get-gedə vəziyyət yaxşılığa doğru getmirdi. Hər yerimdə, yerişimdə, əl hərəkətlərimdə başladı ağırlaşmalar oldu. Yerişim dəyişdi, pilləkən çıxmağım çətinləşdi. Hərəkətlərimin vəziyyəti ağırlaşdı. Əlimi nəsə götürmək istəyəndə gördüm ki, nəyisə salıram da əlimdən. O vəziyyətə gəlib çıxmışdım. Televiziya verilişinin birlərində Aygün xanımı gördüm. Gəldim bioloji təbabət klinikasına və Aygün xanıma müraciət elədim və o mənə müalicələr yazdı. Bir kurs müalicədən sonra vəziyyətin dəyişdiyini hiss elədim. Getdikcə yaxşılaşmağı, ağrıların yox olmağı, yerişimin dəyişməyini, əl hərəkətlərinin irəliləməyini gördüm. Əsmərin tədricən azaldığını hiss elədim və həmin preparatlardan mən azad olmaq istəyirdim. Parkinson əleyhinə verilən dərmanlardan. Və getdikcə həmin dərmanları azaltdım. Dərmanları azaltdıqca çox sevinirdim. Çünki o dərmanlar mənim beynimi yatızdırmışdı. Çox şeyə reaksiya verə bilmirdim o dərmanları qəbul elədikcə. Və başladım o dərmanları azaltmağa. Müalicələr avqust ayından dərmanları tamamilə kəsmişəm. Heç bir dərman qəbul eləmirəm. Ancaq burada yazılan dərmanlardan müalicələri başlamışam. İkinci kurs müalicədir ki, mən burada davam edirəm. Çox yaxşıyam, nə əsmə var, nə ancaq həyəcanlanan vaxt baş verir. Başqa vaxtda normal həyatıma davam eləmişəm. Çox sağ olsun Aygün xanım və Aygün həkim, çox sağ olsun və məni bu həyata yenidən baxmağımı dəyişdirdi və bu xəstəlikdən mən çox əziyyət çəkirdim. Ona görə ki, elə bilirdim ki, bu huşu mənim üçün sondur. Və Aygün xanım çox sağ olsun, öz müalicələrinlə məni həyata qaytardı və təşəkkür edirəm. Allah onu həmişə var eləsin. İradə xanım bizə müraciət eləyəndə artıq 2 ildir ki, Parkinson xəstəliyinə görə gündə 3 dəfə Parkinson preparatı qəbul edirdi. Amma buna baxmayaraq əzələ rigidliyi və əsmələri var idi və xəstədə depressiv hal müşahidə olunurdu. Başladığımız inteqrativ tibb müalicə üsulları ilə xəstəmizdə çox gözəl nəticələr əldə etdik. Əzələdə olan rigidlik və əsmələrin azaldığını müşahidə etdik və xəstəmizə tapşırdıq ki, tədricən antiparkinson preparatlarının miqdarını orqanizmin sizə cavab verdiyi təqdirdə azaldasınız. Və xəstəmiz avqust ayından özün də dediyi kimi artıq heç bir Parkinson əleyhinə preparatlar qəbul etmir. Və inteqrativ tibb üsulları digər üsullarından ona görə fərqlənir ki, burada təkcə xəstənin simptomlarına görə deyil, bütün orqanizmə müalicə olunur və xəstənin homeostazı bərpa olunur, qan dövranı yaxşılaşdırılır, oksigenlə beyin təmin olunması kifayət qədər olduğu üçün xəstənin həm yuxu rejimi, həm əzələdə olan rigidlik, həm də əsmələri demək aradan qalxır və bu da inteqrativ tibbin bir nailiyyətidir ki, dünyada degenerativ bir xəstəlik olan Parkinson xəstəliyini də digər deməli akademik təbabətdə də ancaq antiparkinson preparatlarla xəstələri müvəqqəti olaraq titrəmələrini, rigidliyini aradan qaldırmaqdan ötürü və müalicə müddətində də bu preparatların tədricən miqdarını artırırlar və sonda yenə də bunlar kömək etmir. Amma inteqrativ tibb üsulları ilə biz əksinə o preparatların deməli miqdarını, dozlarını müalicə əsasında azaldırıq və çox möhtəşəm nəticələr əldə edirik. Çünki orqanizmdə tam sanasiya gedir, həm insanın ruhu, həm də cismi bu toksinlərdən azad olur və lazımi müalicə öz effektini və keyfiyyətini göstərir.